Salam. Rıza, bilirsən dəstəması necə almalıyıq? Hə, indi səhdirəm. Suyu açandan sonra əllərimizə su doldururuq, üzümüzü yururuq. Sonra qolumuza su çəkəndən sonra bu əlimizə su doldururuq, qolumuzu yururuq. Sonra o işi bu bursa əlimizdən eləyirik. Deyirsən bunlar düzgün dəstəmaz almırlar. Mən axı başqaları alanda da görmüşəm. Əl yuyanına. Axı onlar belə dəstəmaz almırdılar. Sonra bura su çəkirsən. Kaş Nurlan əmi gəliydi. Bizə daha doğrusunu almağa öyrədərdi. Bəh, salam əziz uşaqlar. Salam. Necəsiniz? Nurlan əmi, Bir Nurlan daha əmi, Nurlan hamınızı əmi. xoş gördük. Nə işlə məşğulsunuz əziz uşaqlar? Dəstəmaz. Bəh. Mən də bu günlər sizin üçün dəstəmaz hekayəsini danışmaq istəyirəm. Əziz uşaqlar, yerinizdə əyləşin, inşallah hekayəmizə başlayaq. Əziz uşaqlar, gözəl şairimiz dəstəmaz haqqında gözəl bir şeiri vardır. Buyurur ki, Bismillahirrahmanirrahim, ruhun qaralığın, qəlbin kədərin, dəstəmaz suyuyla apar aradan. İlahi paklığı, gözəl həyatı dəstəmazda qoyub uca yaradan. Əziz uşaqlar, gələrkən söhbətinizi eşitdim. Rıza, Muhammed və Əhmədin söhbətini eşitdim. Dəstəmaz almağını bir-birinizə öyrədirdik. Mən istəyirəm sizə bu günləri dəstəmazın ən mükəmməl qaydasını izah edəm. Ona görə Rıza, sən gəl bura. Biz təmrin eləyək, məşq eləyək, görə hələ necə alınır. Gəl bura. Bəh. Demək, birinci şəkilə baxırıq. Şəkildə deyir ki, dəstəmazda üz gərək alının yuxarı hissəsindən çənənin axırına qədər yuyulsun. Eni isə gərək baş barmaqlardan orta barmağın tutduğu miqdarda yuyulsun. Əgər bu miqdardan hətta azacıq yuyulmasa, dəstəmaz batildir. Bu miqdarın tamamilə yuyulmasına yəqin etmək üçün gərək onun ətrafını biraz da yuyulsun. İndi burada nə demək istəyir Rıza? Demək istəyir ki, bura baxırıq bu formada. Dəstəmazda birinci üz yuyulur, düzdür Rıza? Bəli. Buradan yuyulur tük bitən yerdən, düzdür? Bəli. Hara qədər deyir? Çənənin axırına. Əhsən, çənənin axırına, ucuna qədər. Enliliyi nə qədər yuyulur Rıza? Buradan Enliliyi də buyurur ki, barmağı ver mənə. Enliliyi də buyurur ki, bu barmaq, görürsən Rıza, bu barmaqdan bu barmaq. Görürsün? Bunun enliliyində, yəni bu formada. Bunu da atırsan, yox, belə yox. Bu formada bu hissələr yuyulmasıdır. Başa düşdün? Birinci bəs tük bitən yerdən, alnın tük bitən yerindən çənənin ucuna qədər, eni isə, yəni bu barmaqdan bu barmaqdan bu qədər yuyulması vacibdir. Əhsən. İndi Muhammed, sən gəl bura. Rıza, sən ged əyləş yerində. Görək ikinci dəstəmaz yumaq üzvü necə olur. Üzü yuyandan sonraki Rıza əzizimiz üzün yudu. Ondan sonra hansı qolu yumaq lazımdır Muhammed? Burada qal ki, qəşəng kamera səni çəksin. Bu. Afən. Sağ qolu yumaq lazımdır. İndi sağ qolu da necə yürü Muhammed? Bu köynəyimizi qaldırırıq. Bəh. Suyu buradan tökürük. Ta baş barmağımızın ucuna qədər. Yəni Muhammed, dirsəkdən barmağın ucuna qədər dəstəmaz üzünü bir dəfə yumaq vacibdir. İkinci dəfə yumaq isə müstəhəbdir, yəni savabdır. Yaxşı olar ki, Muhammed, bir qisməti ki, buradan vacibdir yumaq, bir miqdar da yuxarıdan yuyulsun. Düzdür? Əhsən. İndi məsəl üçün, əgər əldə üzük olarsa, Muhammed, nə etmək lazımdır? çıxartmaq. Ay, sağ ol. Ya çıxartmaq lazımdır tamamilə, ya da ki, üzüyü biraz arxaya, qabağa vermək lazımdır ki, su onun ətrafına çatsın. Düzdür? Sağ əli yuyandan sonra keçirik sol ələ. Sol əli də görsək, sol əli necə yuyuruq? Su. Bəli. Burada. Sol əli də eyni buradan ta barmaqlarımızın ucuna qədər yumaq vacibdir. Neçə dəfə yuyacağıq Muhammed? Bir dəfə. Əhsən. Bir dəfə yumaq vacibdir. İkinci dəfə yumaq isə savabı çoxdur. Əhsən. Bu da bizim əl yumaq. İndi isə Əhməd gəlsin. Əhməddən də 3-cü qismətə keçək.
Bəli. Əhməd, sən də üzü o tərəfə qal, kameraya tərəf. Demək, deyir ki, hər iki əl yuyulduqdan sonra gərək əldə qalan dəstəmaz suyunu yaşı ilə başın üstünə məhz çəkilsin. Ehtiyat müstəhəb budur ki, yəni daha yaxşı olar ki, sağ əlin içi ilə məhz çəkilsin və məhz yuxarıdan aşağıya doğru olsun. Əhməd, alnının tük bitən yerindən çənənin ucuna qədər yuduq. Sonra sağ əli buradan barmaqların ucuna qədər yuduq. Sonra Muhammed ilə sol əlimizi buradan barmaqların ucuna qədər yuduq. İndi isə sənin növbəndə nə edəcəyik? Buyururlar ki, əlin içində, yəni qalan yaşlıq su ilə, əldəki su qalıbdır. Onunla nə edəcəyik? Başımıza məhz çəkəcəyik. Bəli, deyir ki, daha yaxşı olar ki, daha yaxşı əlin içi ilə, yəni bu hissəsi ilə məhz çəkilsin. Məhzi də necə eləməyik? Dedi ki, yuxarıdan aşağıya doğru çəkəcəyik. Ay sağ ol. Ondan sonra yenə nə edəcəyik? Muhammed, Əhməd? Yox. Yox, ayağı. Əhsən. Ayağı necə məhz çəkəcəyik? Görsən. Görsən. Əhsən. İndi deyir ki, başa məhz çəkəndən sonra yenə dəstəmazın suyunun əldə olması yaşlığı ilə ayağın üstünə barmaqların birinin başından oynağa kimi məhz edilməlidir. Yəni, bax, Əhməd, barmağın ucu buradır, görürsən? Əlvi qoy ora. Belə, əlvi qoy, əhsən. Ta bura qədər məhz çəkirsən, sağ ələ. Əlbəttə, nə etmək lazımdır? Corabları çıxartmaq lazımdır, düzdür? Aferin. Sonra sağ ayağa məhz çəkəndən sonra hansı ayağa məhz çəkirik? Sol ayağa çəkməsi çək. Aferin, əhsən. Sən də Əhməd, get otur yerində. Ondan sonra obursu hekayəmizi başlayaq. Bəli, Dovşanın sualı vardı. Buyur Dovşan. Bir şey demədin axı. Buyur, nədir Dovşan? Bəs qulaqlarımızı yeməyəcəyik. Qulaqlar, axı sənin qulaqların çox yekədir Dovşan. Onlara çoxluca vaxt lazımdır məhkəşməyə. Bəli, əziz uşaqlar. Biz birinci qismətdə bunu öyrəndik ki, başı yuyuruq, sağ əli yuyuruq, sol əli yuyuruq, başa məhz çəkirik və ayaqlarımıza məhz çəkirik, dəstəmazı qurtarırıq. Əziz uşaqlar, dəstəmazı bilirsiniz, dəstəmazı qurtarandan sonra demək insan namaza başlaya bilər, namaza hazırdır və bir dənə qısa namazın əhəmiyyəti haqqında hədis buyurum, keçək obursu hekayəmizə. Həzrəti Muhammed Allahümmə salli ala Muhammed və ali Muhammed və əcil fərəcəhəm. Peyğəmbərimizin gözəl bir kəlamı var namaz haqqında, namazın dəyəri haqqında. Buyurur ki, namaza əhəmiyyət verməyən və onu yüngül sayan şəxs axirət əzabına layiqdir. Yəni, əziz uşaqlar, azan olarkən mütləq namazlarımızı vaxtında qılmaq lazımdır. Əziz uşaqlar, dəstəmaz nə üçün lazımdır? Mən sualı verirəm, cavabını da özüm deyirəm, ondan sonra sizə bir maraqlı hekayə danışacağam. Baxın, əziz uşaqlar, dəstəmaz nə üçün lazımdır? Birincisi, namaz qılmaq üçün dəstəmaz lazımdır. Yəni, dəstəmaz olmadan namaz qılmaq düzgün deyildir. Əgər bir nəfər dəstəmazsız namaz qılarsa, namazı batildir. İkinci məsələ, Allahın adı. Allahın neçə dənə adları vardır, əziz uşaqlar? Bir dənə. Bir dənə? Çox. Çox. Neçə dənə məsələsən? 100 dənə. 100 dənə? Yox, 100-dən bir dənə az, 100-dən bir dənə az. 99 dənə. Düzdür? Muhammed, aferin. Allahın 99 dənə adı var. Allahın 99 dənə adını hər birinə əl vurmaq üçün nə etmək lazımdır? Dəstəmaz. Aferin, dəstəmaz. Bu da ikinci məsələ. Üçüncü məsələ, Quran xətti. Əgər biz Quranı açırıqsa, Quranın səhifələrinə, xəttinə toxunuruqsa, mütləqdir ki, nə etməliyik? Dəstəmaz. Aferin, dəstəmaz almalı. Dovşan, sən dəstəmaz ala bilirsən? Bəli, ala bilirəm. Axırda səndən də soruşacağam ki, dəstəmaz necə alırlar? Bəli, Quran xətti dəstəmaz olmadan Quran sətirlərinə toxunmağa icazəmiz yoxdur. Yaxşı, əziz uşaq, dəstəmaz almaq üçün daha yaxşı əməllər hansıdır? Dəstəmaz almaq üçün daha yaxşı əməllər hansıdır? Mən onlardan da 4 dənəsini sayıram, ondan sonra keçək obursu verişəm. Baxın, Quran oxumaq üçün. Biz əvvəldə qeyd etdik ki, Quranın sətirlərinə, yəni vərəqlərinə toxunanda da dəstəmaz almaq lazımdır, mütləq lazımdır. İkinci, burada isə deyir ki, mümkündür biz Quran oxuyuruq, əlimizə onun xəttinə vurmuruq. Amma yenə də deyirlər ki, yaxşı olar ki, savabı çoxdur ki, nə edəsən? Dəstəmaz alasın.
İkinci məsələ budur ki, ziyarətlər. İnsan ziyarətlərə gedəndə, məsələn, İmam Hüseyn əleyhissalamın ziyarətinə gedəndə, Əbəlfəz ağanın ziyarətinə gedəndə, İmam Əli əleyhissalamın ziyarətinə gedəndə və yaxud ayrı imamların ziyarətinə gedəndə daha yaxşı olar ki, orada da dəstəmaz alsın. Üçüncüsü, dua oxuyan vaxtı. Əgər ata-ananıza dua eləyirsinizsə və yaxud dinimizdə tövsiyə olunub ki, yemək yeyib qutarandan sonra süfrə başında dua etmək lazımdır. Əziz uşaqlar, süfrə başında ata və ananız üçün dua edirsiniz? Bəli. Məsəl üçün nə dua edirsiniz? Biri deyə bilərsiniz? Salamatçılığı üçün də Əhsən. Yəni ata-anamın canı sağlam olsun deyə. Əhsən. Doğuşan, sən nə dua edirsən? Mən də dua edirəm ki, mənə çoxlu keks versinlər. Kek versinlər. Əhsən. Mən də elə bildim deyəcəksən ki, mənə yer kökü çoxluca versinlər. Əhsən. Maşallah. Bəli. Yenə deyən var, istəyən var desən? Bəli, Zeynəb xanım. Anam yemək bişirəndə mən deyirəm əli ağrımasın. Çox gözəl, çox gözəl. Əhsən. Həmişə gülsünlər. Əhsən. Maşallah. Bəli. Və axırıncı məsələ yatmaq. Yatmaq zamanı da dəstəmaz almaq dinimizdə tövsiyə olunubdur. Yerimizə girərkən əgər istəyiriksə yatırıqsa, dəstəmaz almaq lazımdır. Əziz uşaqlar, sizə çox gözəl bir dənə hekayə danışmaq istəyirəm. Hamımız diqqətlə hekayəyə qulaq asın. Bu hekayə İmam Həsən və İmam Hüseyn əleyhissalamdan söhbət gedir. İmam Həsən və İmam Hüseyn əleyhissalam atalarının adı nədir? Kim deyə bilər? Bəli. İmam Əli. Əhsən, İmam Əli. İmam Əli. Əhsən. Bəs anasının adı nədir? Mən Hədisə xanım deyəcək. Bəli. Xanım Fatiməyi Zəhra. Afərin, afərin. Çox gözəl, əziz uşaqlar. Bəli, hekayəmizə qulaq asaq. Görün, çox gözəl hekayədir. Demək, İmam Həsən və İmam Hüseyn əleyhissalam qocaya dəstəmaz öyrətməsidir. Bir gün İmam Əli əleyhissalam iki oğlu İmam Həsən və İmam Hüseyn hələ uşaq yaşlarında idilər. Onlar məscidin yaxınlığında oynayarkən bir qoca kişinin dəstəmaz aldığını gördülər. Qoca dəstəmaz alırdı, amma bəzi yerlərdə səhvlər edirdi. Uşaqlar bir-birinə baxırdılar. Onlar qocanın səhv etdiyini gördülər. Amma onu utandırmaq, incitmək ya da sən səhv edirsən demək istəmirdilər. Çünki bu böyük bir insanın xəcalətli edə bilərdi. Yəni onu utanmasına səbəb ola bilərdi. İmam Həsən əleyhissalam dedi: "Qardaşım, gəlin ona gözəl bir yolla düzünü göstərək." İmam Hüseyn başı ilə təsdiqlədi. Buyurdu. Onlar qocanın yanına yaxınlaşdılar və çox ədəbli şəkildə dedilər: "Baba, biz dəstəmazı düzgün alıb almadığımızı bilmirik. Xahiş edirik, bizə baxın və deyin, hansımız dəstəmazı daha düzgün alırıq?" Qoca bu iki nurani uşağın sözlərinə sevindi. Dedi: "Əlbəttə, övladlarım, mən baxaram, siz dəstəmaz alın." Əvvəl İmam Həsən əleyhissalam dəstəmaz aldı. Hər hərəkəti tam qaydasında, gözəl və diqqətli idi. Ardınca İmam Hüseyn əleyhissalam dəstəmaz aldı. O da eyni şəkildə qaydalara tam uyğun şəkildə dəstəmaz aldı. Qoca diqqətlə baxdı. Onların hərəkətlərində heç bir səhv yox idi. Yəni İmam Həsənlə İmam Hüseyn əleyhissalam çox gözəl və diqqətli dəstəmaz aldılar. Qoca da kişi də bunlara baxırdı. O dərhal anladı ki, səhv edən özü imiş. Uşaqlar isə bunu ona demədən, onu utandırmadan çox zərif bir usulla göstərmişdilər. Qoca dərindən kövrəldi və dedi: "Ey Peyğəmbərin övladları, səhv edən mən idim. Siz isə bunu mənə ən gözəl, ən ədəbli şəkildə başa saldınız. Allah sizi daim uca etsin." Uşaqlar təbəssümlə baş əydilər. Onlar qocanı incitmədən, gözəl əxlaqla, hikmətlə düz yola yönəltmişdilər. Əziz uşaqlar, bu hekayədən nə nəticə alırıq? Kim deyə bilər? Dovşan deyəcək. Bəli, Dovşan. Bu hekayədən, oxuduğumuz hekayədən nə nəticə əldə edirik? Hekayədən başa düşdüm ki, dovşanlara və insanlara əziyyət eləmək olmaz. Bəli, əhsən, çox gözəl, afərin. Sonra kim deyə bilər başqası? Aha, bəli, Mühəddis xanım. Heç kimə
Əhsən, heç kəsə əziyyət eləmək olmaz. Məxsusən bu hekayə nəyin üstündə qurulubdur? Zeynəb xanım, sən dinə? Dəstəmaz, əhsən. Gözəl, bu da qəşəng cavabdır. Sonra Muhammed? Qocalarla dəstəmaz alanda gərək deməyə. Əhsən. Səhv alanda. Əhsən, yəni Muhammed bunu demək istəyir ki, əgər qoca bir kişi bizdən böyük insanlar səhvə yol verərlərsə, onlara ehtiramsızlıq etmək olmaz. Onları gözəl şəkildə eyni ilə, yəni İmam Həsən, İmam Hüseyn kimi başa salmaq lazımdır. Bəli, Rızanın da sözü vardı. Böyüklərimizə ehtiram Ehtiram qoymaq lazımdır. Bəli, çox gözəl. Bəli. Niyə böyük insanlara birbaşa onların səhvini demək olmaz? Bəli. Bunun cavabı müxtəlif cür vermək olar. Məxsusən Allah Təala Qurani-Kərimdə buyurur ki, böyük insanlar yaşlaşdıqca onlar uşaq kimi kövrək olurlar. Mümkündür bizim hərəkətlərimizdən inciyələr, narahat olarlar. Məxsusən də böyük insanlara, valideynlərimizə hər bir şey, onlar əgər xəta da onlarda üz verərsə, onlara mehriban şəkildə demək lazımdır. Əziz uşaqlar, bir dənə də müsabiqə keçirdirik və verilişimizi sonlandırırıq. Suallar da elə dəstəmazın barəsindədir. Birinci sualımız budur ki, dəstəmaz suyu necə olmalıdır? Aha, bəli. Zeynəb, bir dənə Zeynəb xanım bilsin, görə tapa bilməsəz bir dənə hərfin açacağam. Sizə köməklik eləyəcəm. Bəli. Təmiz olmalıdır. Əhsən. Təmiz, bunun bir dənə də adı Zeynəb xanım, yəni pak olmalıdır. Baxın, P-A-K. Bəli, təmiz olmalıdır. Bunun bir mənası da budur ki, nəcis su ilə dəstəmaz almaq olmaz. Aferin, əhsən Zeynəb xanım. İkinci sual. O hansı sudur ki, onunla dəstəmaz almaq olmaz? Aha. Bəli. Bir dənə Fatimə xanım desin. Suallarımız 2 dənə qalıbdı. Sonra görə kim deyəcək? Batıq su. Batıq su. O da yaxşıdır, amma tam o cavab deyil. Bəli, Muhammed deyəcək. Muhammed desin. Batıq suyuna dəstəmaz almaq olmaz. Batil olur. Əhsən. Düzdür ya, cavab düzdür. Batıq su, amma bunun bir İslamda bir məxsus adı var. Nədir su? Yox. Buna deyərlər qarışıq su. Qarışıq su İslamda, yəni şəriət termində onun bir dənə adı vardı. Mən sizə köməkliyim, biraz çətindir o. Mən sizə 2-3 dənə hərfin köməklik edirəm. Birinci nədir? M, U, Z, A. Bir dənə hərfi qaldı. Kim deyə bilər? Nə olacaq? Mu, za. Bir dənə hərfi qaldı. Muza. Yox. Temiz su. Yox. Bir dənə hərfi qaldı bax. Mu, za. Bir dənə axırıncı hərfi. Yox. F. Muzaf su. Hə. Hamımız düzgün cavab verəcək. Məsələn, Muhammed dedi ki, həmin qarışıq su. Muzaf su da həmin qarışıq sudur. Məsələn, nar suyu, alma suyu, bunlarla dəstəmaz almaq Olmaz. Əhsən, portağal, bunlarla dəstəmaz almaq olmaz. Üçüncü sualımız, dəstəmazı batil edən əməllərdən biri hansıdır? Tələsməyin, 6-7 dənə vardı, buradakını soruşam. Sizə köməklik eləyirəm. 2 dənəsini açıram. Bəli. Şeydir, Əhməd deyəcək. Çünki Əhməd sualları az verir. Nədir su? Yox, bax suala diqqət elə Əhməd. Deyir ki, dəstəmazı batil edən əməllərdən biri hansıdır? Buyur, kim deyir? Mühəddisə xanım nəsə bugün sakitdir. Mühəddisə xanım dedi. Mühəddisə xanım, hansıdır? Bax, qulaq asın. Heç Ələvi Sala Şağı Fatimə xanım. Bax, dəstəmazı batil edən əməllərdən biri hansıdır? 2 dənə hərfli başlayır. Y, mühəddisə xanım. Y, U, o bursa hərfi X, Yu, X, Yuxu. Aferin. Aferin. Yuxu, yatmaq da dəstəmazı batil edir. Əlbəttə, yatmağın öz qeydi vardır ki, gözün görmədiyi, qulağın eşitmədiyi, olan işimiz yoxdur. Axırıncı sualımıza veririk. Ondan sonra namaza da az qalıb gedirik məscidə namaz qılmaq. Dəstəmaz üzvlərini neçə dəfə yumaq vacibdir? Dəstəmaz üzvlərini Rıza cavab verəcək. Bir dəfə. Bir dəfə yumaq, əhsən. Çünki biz söhbətimizin əvvəlində dedik ki, əziz uşaqlar, dəstəmaz üzvlərini neçə dəfə yumaq vacibdir? Bir dəfə. İkinci dəfə yumaq necə bəs? Savabı var. Əhsən. Savabı çoxdur. Təzdən bir dənə döyüşən savabı çoxdur. Əhsən. Yaxşı, indi bir dənə sual verirəm, qutarırıq.
Bəs 3-cü dəfə yusaq, onda nə cür olur dəstəmaz? Batil. Batil. Ya biraz da səbəb olur. Ya. Savabı daha çox olur, yoxsa batil olur? Sən batil olur. 3-cü dəfə dəstəmazda yusaq, dəstəmaz batil olacaq. Əmi, Bəli, Dovşan. əmi 5 dəfə yumaq olar? Yox, da 5 dəfə yusan o batil, 3 dəfə yusan bizi batıl. Dedik ki, bir dəfə yumaq vacibdir. 2-ci dəfə yusaq, savabı Allah daha çox eləyər. 3-cü dəfə yusaq, dəstəmaz batil olur. Bəli. Bəs mən yer kökü suyu ilə dəstəmaz ala bilərəm? Aha. Burada dedik ki, hansı sual idi? İkinci sual buydu ki, o hansı sudur ki, onunla dəstəmaz almaq olmaz? Dedik ki, muzaf sudur. Yəni muzaf su qarışıq sudur, portağal suyudur, alma suyudur, yerkökü suyudur. Ona görə bunlarla dəstəmaz almaq olmaz. Əziz uşaqlar, əhsən, mandansı. Əziz uşaqlar, azan vaxtıdır, azan səsi gəlir. İnşallah gələn verilişdə görüşənə qədər. Sağ olun, gələn görüşlərə qədər. Əmi ora bir yazmısan. Hara yazmışam? Adaxa bir. Aha, bir dənə sənin üçün qoyuram, olur 1. Aferin. Sağ olun əziz uşaqlar. Əşhədü ən